Təhsilin İnkişafı Fondu müəllimlər üçün müxtəlif güzəşt və imtiyazları özündə əks etdirən güzəşt kartının hazırlanması üzərində iş aparır. Layihə çərçivəsində kartın funksional bir vasitəyə çevrilməsi hədəf götürülüb. Hazırda kartın texniki detalları üzərində işlər aparılır. Təhsilin İnkişafı Fondundan məlumat verildi ki, bu kartlar müəllimlərə müxtəlif sahələrdə nəqliyyatdan alış-verişə, iaşə xidmətlərindən elektron resurslara qədər bir sıra endirim və güzəştlərdən istifadəyə imkan verəcək. Layihə müəllimlərin sosial rifahının yüksəldilməsi və peşəkar fəaliyyətlərinə əlavə motivasiya verilməsi məqsəd daşıyır. Məsələ ilə bağlı ilk növbədə müəllimlərin fikrini öyrəndik. Çox gözəl bir şeydir. Həm rahatçılıqdır, vaxt itkisi olmur, həm də sosial müdafiə baxımından da müəllimlərin necə deyim, büdcəsinə də xeyirli bir şeydir deyə düşünürəm. Verdiyi sual Yaponiyada, ümumiyyətlə gəlişmiş bir çox ölkələrdə çoxdandan tətbiq olunur. Hətta onlar üçün ayrıca dükanlar, restoranlar var və yetərincə də uyğun qiymətə xidmət edirlər müəllimlərə. Belə bir addımın atılması, üstəlik də təbii ki, bu sertifikasiyada müəllimlərin keçirilməsi, belə düşünürük ki, cəmiyyətdə müəllimə yeni bir imicin, xarakterin qaytarılacağına bir şans verir. Bu çox əla bir işdir ki, müəllimlərə bax bu cürə status verilsin. Müəllimlər üçün edilən bu güzəştlərə müxtəlif qurumların da qoşulması məqsədə uyğun hesab olunur. Müəllimlərə münasibətdə bu kimi aksiyaların həyata keçirilməsi hesab edirəm ki, həm də müəllim peşəsinə cəmiyyətdə olan münasibətin ifadəsidir. Yəni biz fərqli ölkələrdə müəllim işləyən şəxslərə münasibətdə bu kimi yanaşmaları görmüşük. Düşünürəm ki, bu hərəkata bir daha qeyd etmək istəyirəm. Müxtəlif qurumlar təbii ki, öz dəstəyini ifadə edəcəklər. Mən növbəti mərhələdə çox böyük ümid edirəm ki, nəqliyyat, ümumiyyətlə yük daşıma, insan daha doğrusu daşımaqla məşğul olan, yəni müxtəlif nəqliyyat şirkətlərinin də bu prosesdə hesab edən ki, dəstək verməsini biz görə biləcəyik. Hansı ki, müəllimlər həmin kartlar vasitəsilə güzəştli gediş-gəliş əldə edə biləcəklərdir. O ki qaldı, Təhsilin İnkişafı Fondunun tələbələr üçün təqdim etdiyi Tələbə Plus kartlarına onunla bağlı işlər aparılır. Bu kartlar vasitəsilə tələbələr 50-dən çox partnyorun təqdim etdiyi 75%-ə qədər olan indirimlərdən yararlana biləcək. Güzəştlər kitab mağazaları, restoranlar, əyləncə mərkəzləri və supermarketlər kimi sahələri əhatə edir. Nəqliyyatda güzəştlərin tətbiqi ilə bağlı da hazırda danışıqlar aparılır.